Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U13 Liqası zirə modelin görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl futbolla yadda qalacaq. Komandaların heyətlərini sizə təqdim etməmişdən əvvəl hakimlərlə tanış olaq. Baş hakim Mehdi Yusufov və Vaqif Vəliyev. Rahat keçin, rahat keçin, rahat keçin. İnanırıq ki, bugün hər iki komanda yaxşı oynayacaq. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə bizlərə qonaq komanda modelin göstərilib. Qapıda 12 Ramiz İsmail, 2 Oğuz Oruçzadə, 5 komandanın kapitanı Tofiq İsmailov, 7 Hüseyin Babayev, 16 Şah Sultan Allahverdiyev, 24 Turan Ələskərov, 47 Nihat Hüseyinli, 88 Seyid Allahverdi, 15 nömrə Aydın Qaziyev. Komandanın baş məşqçisi Sabit Əliyevdir. Zirədə qapıda 99, üzr istəyirəm, 97 Muhammed Hüseynov, 2 komandanın kapitanı Fərd Qasımov, 4 Zübeyir Hacı, 6 Əli Babazadə, 7 İbrahim Hüseynizadə, 10 Sübhan Allahverdiyev, 11 Şahnaz Novruzov, 24 Aydın Aydemirov, 51 Nihat Qardaşov. Komandanın baş məşqçisi Rövşən Qasımovdur. Hər hansısa bir komandanın heyətində oyunçu dəyişikliyi baş verərsə, onu da qapıya zərbəyə qapçı. Yaxın məsafədən zərbə indirilmişdir Ramiz. Qapısında diqqətlidir. İleriyə doğru tümən Sübhan qarşıladı. Nihat geriyə Muhammeddən. Sol cinaha doğru ötürmə. Babazadə Fərdli oynuyor. Soldan zirə komandası üçün qurmağa çalışır və top meydana tərk edir hakim. Bəli, küncüdən zərbə təyin edir. Zirə komandasının 10 nömrəli oyuncusu Sübhan Allahverdiyev topu oyuna daxil edəcək. Zirənin hündürboy oyuncuları da modelinin cərbi meydançasından içəriyə doğru ötürmə, qapıya zərbə hesab açıla bilərdi, amma Nihat bəlkə də bu topu özü də gözləmədi. Ramiz dərhal qüvvətli zərbə ilə irəli vurur. Nihat istiqamətinə. Turan mərkəz oynuyor. Nihat geriyə və top meydanı tərk edir. Modelin komandası qol axtarışan Seyid solda oynuyor. Nihat Turan ötürmə gözlür. Nihat bir rəqibini keçdi. Komandanın 47 nömrəli futbolçu artıq içəriyə daxil. Nihat top hərəkət olunur, qapıya zərbə. Üçüncüdən top oyuna daxil ediləcək. Nihat Hüseyinli. Hələ ki Sübhan Əli ilə oynadı. Əli Babazadə alladıcı hərəkətli, top əldə qaldı. Qapıya zərbə. Az fərqlə top qapının yanından keçir. Ramiz qapıdan top oyuna daxil etdi. Tofiqdən əla bir hərəkət. Soyuqqanlı şəkildə topu irəli Sübhan qarşıladı. Allahverdiyev mərkəzdə oynuyor. Yenidən Əli Babazadə, Əli alladıcı hərəkətlər. İbrahim oynuyor. Qapı istiqamətinə Aydın o qədər də təhlükəli olmadı. Ramiz İsmail topu dərhal irəli vurur. Sübhan qarşılayır. Hüseyin. Yenidən Hüseyin geriyə oynuyor. Nihat Zübeyir qarşılayır. Zübeyir top oyuna daxil edəcək. Nihat sağ cinaha doğru ötürmə və out. Yox, top meydanı tərk eləmədi. Şahnaz buna imkan vermir. İbrahim. Aydın yaxşı oynadı. Zirəlilər təhlükəli olmaq. Qapıya zərbə Sübhan. Top qapının üstündən keçir.
Zirələr təzyiqi bir qədər də atırıblar. Tez oyna. Ver Sultan'a, ver. Oğuz, Yaxşı Ali. Yaxşı. Hüseyin, top Hüseyində qaldı. Haydi bir olma. Yaxşı ya. Daha bir ötürmə. Geldi ha. Bir qədər geriyə. Karasma. Değiş. Oyna, oyna, oyna. Efe Turan, tamam Turan. Səyid Babası. Onun o birisi vermir. Ne o? Seyit. Şahnaza qarşı qaydanı pozdu. Novruzov yox. Ya yanında. Zübeyir başlayır. Nihat sola atdı, amma ötürmə ünvanına çatmadı. Hakim isə ilk hissənin başa çatdığını bildirir, qısa fasiləyə ayrılır. Hakim Yumuşa. Bir də vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. İkinci hissə başladı. Zirə modelin qarşılaşmasının ilk hissəsindən gol səsi çıxmadı. Bilirsiniz ki, Gol TV-nin bəzəyi Gol inanırıq ki, bugün həmin qolları hər iki komandanın ifasında izləyəcəyik. Birlik topa. Rövşən Qasımov öz komandasını irəliyə səsləyir. Heyətlərdə hər hansısa bir oyuncu dəyişikliyi baş verərsə, onu da sizin diqqətinizə çatdıracağam. Zirə komandasının heyətində artıq 17 nömrəli oyuncu Akif Atayev oyuna daxil oldu. Və qayda pozulur. Akif qaydanı pozmuşdu bu epizodda. Cəlmə zərbəsini Nihat Hüseyin də yerinə yetirəcək. Qeyd edim ki, Nihat bugünkü oyunda özündən bir yaş böyüklərə qarşı mübarizə aparır. 2014 təvəllüdlü futbolçularımızdan biridir. Ötən mövsümü Qarabağın heyətində keçirmişdi. Hakim işarə gəldi. Cəlmə zərbəsindən topu oyuna daxil edir. Qapıya zərbə olduqca təhlükəli alınır. Modelin komandası hesabı açmaq üçün çox gözəl bir imkan qazanmışdı. Nihatın zərbəsi qapının üstündən keçdi. Sübhan sağla oynuyor. Əla bir ötürmə. Zirə komandası sağdan hücum qurmağa çalışır. Əliyə doğru ötürmə. Aşılmaz Əlibəli Babazadə. Top az fərqlə qapının yanından keçir. İlk hissənin də fəal futbolçularından biri idi Əli Babazadə. Ötürmə Sübhandan gəldi. Qapıya zərbə və top qapıdadır. Nəhayət Zirə komandası 34-cü dəqiqədə hesabı açır. Sübhan Allahverdi ötürməsindən sonra İbrahim Hüseynzadə və bu qolu Rafael Aslanlıya hədiyyə edirlər bugünkü oyunda. Rafael qolu əzildiyinə görə iştirak edə bilmir. İnanırıq ki, tezliklə öz formasını bərpa edəcək və komandasına köməyə gələcək. Sübhan ötürməsindən sonra İbrahim hesabı açdı. Qeyd edim ki, bu mövsüm Gol TV-nin çəkiliş etdiyi yalnız 3 oyunda qapılara gol vurulmadı. Amma bu oyundan artıq gol xəbəri var. Maraq üçün qeyd edim ki, mövsümün ilk yarısında səhv etməmsə ikinci tur idi, 14 liqasında Qarabağ Sumqayıt görüşündən gol səsi çıxmadı. U12 liqasının bir oyunu var idi. Ulduz Vətən qarşılaşması həmin oyunda qolsuz başa çatdı. Fərdi Qasımov gəlin hücumu izləyək və indi qayda pozulur. Hakim qayda pozuntusu qeydə aldı. Sarı vərəqə ilə cəzalandırıldı. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Modelin komandasının heyətində də artıq qapıcı dəyişikliyi baş verdi. Zirəlilər Əli Babazadə topladı və qapıcı Ömər Babazadə əla ötürmə İbrahim istiqamətinə. İbrahim 2-nin 2 edilər. İbrahim hələ ki topladı. Qapıya zərbəsi və top qapıya daxil olur. Bəli, mən də İbrahimin eyni ilə qapıcı kimi daha çox ötürmə edəcəyini gözləyirəm, amma Hüseynzadə başqa bir fikirdədir. Ötürmə
Çox gözəl alında vurulan qolun təkrarı. Fərddən Əli və İbrahim. Akif ondan ötürmək gözlürdü, amma daha ağıllı qərar verdirsək, yəqin ki, yanılmaraq. Mərkəzdən Modern başladı. İləriyə doğru ötürmək. Bu dəqiqələrdə Modernə bir qol lazımdır ki, yenidən Gel tezin Ömer. oyunu bərpa etməyə çalışsın. Öyle gol bıraktılar Ömer. Qeyd edim ki, bu oyundan sonra Gol TV-də AFFA 11 liqasının maraqla gözlənilən qarşılaşması Neftçi İdman Klubu Azərbaycan Qartalları oyunu sizlərə təqdim olunacaq. Modern komandasında Mahmud Əhmədlini oyunda görürük. Turan. Hüseyin. Geriyə oynayır. Yaxşı Akif. Yenidən Hüseyin. Mərkəz istiqamətini ötürmə. Qapıya uzaqdan zərbə indirilir, amma Mahmud. Ömərdən rəliyə doğru ötürmə. Hüseyin topladı sol günaha doğru. Sen bitsin babalar. Yox, alınmadı. İləriyə doğru ötürmə. Hüseyin İrzayev bu epizodda yaxşı oynadı. Akif Atayev sona qədər oynadı bu epizod. Akif topladı, ayağın çölü ilə zərbəsi fərqi 3 topa çatdırır. Zirəlilər artıq fərqi bir qədər də artırdılar. Akif Atayev qol sevincini bu cür qeyd etdi. Hüseyin İrzayevin vurulan bu qolda böyük zəhməti oldu. Akif Atayev müdafiəçilərdən topu aldı və bu cür qapıya zərbə indirir. İləriyə doğru daha bir ötürmə izləyirik. Hörmətli futbol azarkeşlər, artıq görüş başa çatdı. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçilən modelində komandanın 47 nömrəli futbolçusu Nihat Hüseynli, oyunun ulduzu isə Zirə komandasının 7 nömrəli futbolçusu İbrahim Hüseynzadədir. Sağ olun, gələn görüşlərə dək.